tarix həyatından müəyyən epizodlardır. Müəyyən döyüşlərlə bağlı müəyyən şeylər, amma tam olaraq həyatını öyrənmirsən, sənin mütləq sira kitabları var. Hədis kitabları, onlara qayıtmalısan. İnsan onda görür ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem necə böyük bir əxlaq sahibi olub, əzəmətli bir əxlaq sahibi olub. Bir nəfər gəlir, deyir ki, ey Ayşə, Peyğəmbər sallallahu aleyhi ve sellem əxlaqı nə idi? Deyir, məgər sən Quran oxumursan? Deyir, oxuyuram. Deyir, Allah kitabında buyurur ki, və innəkə lə'alə xuluqin azim. Sən əzəmətli bir əxlaq üzərindəsən. Deyir, onun əxlaq Quran idi. Yəni, Quranda vəsf olunan ən kamil sifətlər hamısı Peyğəmbər sallallahu aleyhi ve sellem mövcud idi. İstər ibadətlərlə bağlı olsun, ən kamil edən kim idi? Peyğəmbər sallallahu aleyhi ve sellem. İstər insanlarla rəftar, müamilə etmək olsun, ən kamil şəkildə bunu edən yenə Peyğəmbər sallallahu aleyhi ve sellem idi. Deməli, Rəbbi ilə də uca əxlaq sahibi idi və insanlarla da həmən əxlaqı göstərər, hətta kafirlərlə belə. Hətta kafirlərlə belə. Elə Allah da kitabında buyurur, وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلَّا تَعْدِلُوا اِعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَى. Bir qövmə olan ədavətiniz, düşmənçiliyiniz sizi ədalətsizliyə sövq eləməsin. Adil olun, həqiqətən adillik təqvaya daha yaxındır. Bu ayət kimlər haqqında nazil olub? Kafirlər haqqında. Yəni, müsəlmanların düşmənçiliyi kimdən olub? Kafirlərlə. Qureyşdir, əhli kitabdır. Bununla yanaşı deyir ki, onlara qarşı ədalətsizlik etməyin. Yəni, bu mənim əxlaq deyil. Əxlaqdır. Gör, hələ kafirlərlə belə etmək olmaz. O ki, qaldı müsəlmanlar öz aralarında gərək əxlaq göstərsinlər, ədəb göstərsinlər. Bu da çox mühümdür. Və dediyim kimi, Peyğəmbər sallallahu aleyhi ve sellem də uca əxlaq sahibi idi. Və ondan da həmişə soruşanda ki, ey Allahın Rəsulu, insanı cənnətə salacaq ən üstün əməllər hansıdır? Deyərdi ki, təqvallah və husnul xuluq. Təqva, bir də gözəl əxlaq. Görürsən, təqva ilə əxlaq yanaşı gəldi. Təqva böyük bir şeydir axı. Qəlb əməlləri içərisində ən əzəmətli əməllərdən biridir. Deməli, iki mühüm bir şey yan-bayan gələndə nəyə göstərir? Nə qədər əhəmiyyətli olduğunu göstərir. Görürsən, bax, namaz qılın, zəkat verir. İbadət baxımından hansı daha üstündür? Namaz. Amma zəkatı da namazı yəni gətirmək, Allah da bizə göstərmək istəyir ki, bildirmək ki, zəkat mühüm bir əməldir. Zəkat verməyi unutmayın. Hətta bunun üzərində Allah da din qurub, qardaşlıq qurub. Əgər namaz qılıb zəkat versələr, sizin din qardaşlarınızdır. Ona görə bəzi alimlər deyiblər ki, zəkatı verməyən kafirdir. Bu ayə əsasən. Kim zəkatdan imtina edirsə, kafirdir. Həmçinin Əbu Bəkr radiyallahu anh öz zamanında zəkatı verməkdən imtina edənlərlə döyüşdü. Vuruşdu ki, siz verəcəksiniz. Peyğəmbər sallallahu aleyhi ve sellem verdiyiniz adi bir ip olsa da belə. Bugün o mənə vermirsinizsə, onu sizdən almaq üçün onu vuruşacaq. Və sahabələr də bu işdə ona müttəfiq oldu və o da vuruşdu onlardan ta ki zəkatı verənə qədər. Çünki mühüm məsələ, yoxsa namazla bir yerdə gəlir. Onun iki mühüm şey yan-bayan gələndə bu bunun nə qədər önəmli olduğunu göstərir. Və Allah Rəsulü da sallallahu aleyhi ve sellem insanları cənnətə ən çox salacaq əməl haqqında soruşanda nə dedi? Dedi, təqvallah və husnul xuluq. Allah qorxusu, təqva və gözəl əxlaq. Təqva da nədir? Vacib əməlləri yerinə getirib haramlardan çəkinmək. Yəni, sən təqva nə deməkdir? Sən yəni özünlə Allahın əzabı arasında bir maniyə qurursan. Bir qalxan sipər qurursan. Sənə toxunmur əzab. Vacibatı yerinə yetirməkdən və haramlardan çəkinməkdən. Ona görə əxlaq mühümdür. Gözəl əxlaq nədir? Gözəl əxlaq insanlarla təbəssüm eləmək, insanlarla gözəl danışmaq, insanların ehtiyacını aradan qaldırmaq, bu işdə onlara yardım etmək, yardımlaşmaq və s. Bunlar hamısı nədən göstərir? Nədir? Bunlar hamısı gözəl əxlaqdan ibarətdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də sahabələr həmişə əzəmətli tövsiyələr eləyərdi. Onlara tövsiyə eləməklə bizə də bunu öyrədib. Yəni, bir sahabəyə bir şey tövsiyə, vəsiyyət edirsə, bu deməkdir ki, təhcə sahabəyə aiddir. Sən də eləməlisən. Sanki sənə də o vəsiyyət edir, mənə də o vəsiyyət edir. Necə ki, Uqbə ibn Amirə Peyğəmbər sallallahu aleyhi və səlləm çox əzəmətli 3 dənə tövsiyə edir. Gör nə deyir ki, ey Uqbə, deyir, sənə dünya və axirət əhlinin ən üstün əxlaqından xəbər verinmi? Dünya və axirət əhlinin ən üstün əxlaqı keyfiyyətidir. Hansı onu sənə bildirinmi? Buyurur ki, tasilu mən qata'ak. Səninlə əlaqəni kəsənlə əlaqəni qurursan. Və ta'fu ammən zələmək. Sənə zülm edəni əff edirsən. Və tu'ti mən haramək. Səndən əsirgəyəni sən verirsən.
3 dənə əzəmətli tövsiyə. Dünya və axirət əhlinin ən üstün əxlaqi keyfiyyətləri. Birinci nə dedi? Ay sağ ol. Səndən küsüb. Deyək ki, qohumdur, münasibət zəifdir, əlaqələr zəifdir. Sən addım atırsan, sən zəng edirsən, sən qapısını döyürsən, necəsən, nə var, baxmayaq ki, nəsə ola bilər, keçmişdə və s. və soyuqluq var, amma sən əlaqələri qurursan, möhkəmləndirirsən. Hər adam bacarmadığı bir işdir ya. Yəni, hər adam bunu bacarmır. Buna ürək lazımdır. Bunu nəfsi sındırmaq lazımdır. Və ya qonşunla münasibət köy olanır. Nəsə olub indi, uşaqlar dalaşıb, valideynlər qarışıb, ara soyuyub, ya nəsə maşın səhv saxlayıb, etiraz edib, bu cavab qaytarıb və ya o qədər səbəblər var insan qonşusu ilə münasibəti köylənir. Sən addım atırsan, sən əlaqələri möhkəmləndir, gücləndirirsən ki, yox, olmaz da, yəni əlaqələri kəsmək olmaz. Uca əxlaqdandır. Və ya bir müsəlman qardaşınla və ya bacılar arasında bir bacının digər bacı ilə əlaqəsi körlanıb, söz-söhbət olub, inciyiblər, küsüblər, bir-birini başa düşməyiblər. İndi hə, sən görürsən, üzbəyiz gəlsən, üzü çevirib gedirsən. Amma sən el eləməsən, sən əlaqəni qursan, qardaş necəsən, nə var, nə yox, olan oldu, keçən keçdi, gəl münasibətləri bərpa edək, sən addım atın, bunu hər adam bacarır mı, qardaş? Hər adam nəfsini sındırıb, qardaşın ayağına gedərmi? Və bir bacı özünün nəfsini sındırıb, bir digər bacısını ziyarət edərmi, deyərmi bağışda, olub, keçən səhv olub, birimiz başa düşməmişik, gəl münasibətləri bərpa eləyək. Bunu hər adam edərmi? Buna həqiqətən alçaq könüllü olmaq lazımdır. Təvazökar, özü sındırıb, nəfsi sındırmaq. Bugün müsəlmanlar bir şeydə yola gedməyəndə günlərlə, aylarla bir-birlərini danışdırmırlar. Aylarla. Nəyə lazımdır? Biri nəfsini sındırıb addım atmaq istəmiş. Bax, ikinci tövsiyəsi də sənə bir zülm edənə neynə? Əfv elə. İndi sənə Allah haqqıma girib. Birinci, ikinci bağlılıq var. Əlaqə kəsib möhkəmləndirirsən, sənə zülm edəni əfv edirsən. Haqqıma girib, haqsızlıq edib, zülm edib, görüm hər adam bağışlayar. Günlərlə ailənin ədavət var. Bu zalimin dalıca danışmayan qalmadı. Məzlumla danışır, ona da o birdən qoşub danışırlar. İstərsəniz qeybət, nəmmamlıq, ədavət, düşmənçilik haqqında danışılsa, bu belədir, bu belədir, 5-də qoşuldu, onlar da üstünə əlavə elədilər. Bəlkə nəyisə ona aiddir, o da belədir. Başına müsibət gəlin, sevinir, yaxşı olduğunu, mənə də belə eləmişdi. Orada belə şeylər cəmiyyətdə var da. Nə bilim, evlərini açacaq. Onu çox tərifləmə, o belədir, nədir buna pislik deyil. Haqqına girib zülm edib. Gör, bir dənə əfv etməməklə nə qədər günahlara batır. Nəmmamlıq. Salam aleykum. Aleyhisselam. Nəmmamlıq. Düzdürmü? Qeybət. Ara vurmaq. Düşmənçilik. Özü danışmır, ailəsi də qoymur münasibət sırası. Ola bilər ki, ailəlikcə yaxın olublar. İndi kişi ilə kişi düşmən olub, arvadları da qoymur. Sən də əlaqən kəsilib. Uşaqlar da dostlar olub, indi əlaqən kəsilib. Ortada heç bir ülfətdən, heç bir mərhəmətdən söz ola bilməz. Ara konkret deyib düşmən olublar. Gör, nə qədər xeyirdən məhrum olur insan. Halbuki əfv eləsə, bağışla, olan oldu kesin ki, qardaş, əfv elədim, səni bağışladım. Qardaşım, ağlı da dinc olacaq, qəlbi də rahat olacaq. Axşamlar fikir çəkməyəcək, bu sözü mənə niyə dedi? Bu mənə zülm elədi, haqqıma girdi, malımı qəsb elədi, mənə aldatdı, nə bilim, şərik eləyib, mənə torba tikdi və s. və s. Nəsə oldu, mənə bu sözü dedi, mənə alçaltdı, mən layiq deyildim, onu göstərəcəm. Bəlkə günlərlə, aylarla bu axşam yata bilmir. Səhərə kimi fikir edir ki, bu kim idi ki, bu sözləri mənə dedi? Mənə qarşı bunu elədi. İndi hər hansı bir əməl edib də buna qarşı. Amma əfv eləsə, rahatdır. Rahat yatacaq qardaşım. Fikir eləməyəcək. Qeybətini eləməyəcək, nəmmamlıq eləməyəcək, ara vurmayacaq, gözdən salmayacaq, eyiblərini ifşa eləməyəcək, örtəcək və s. Nə qədər xeyirlər əldə edəcək. Amma yox, bacarmasa, hətta yerə gəlsə qətl eləyər, öldürərdi, intiqam alar. Belə şeylər çox olur. Bir-iki də misallar gətirəcəm, bu, yəni, əfv eləməklə bağlı. Həm sahabə həyatındakı zamanımızı baş verən bir qıssa ilə də bağlı. Əfv eləməklə nə qədər xeyirlərə nail olur. Və yaxud da ki, deyir, səndən əsirgəyinə vermək. Ola bilər ki, məsələn, qapısına gəlib, işim düşüb. Qardaş, filan şeyə ehtiyacım var. O da ola verməyib. Deyib, qardaş, yoxdur, inansa, iş gedmir, alınmır. Və nəsə kömək istəmirsən, qardaş, bugün yorğunam, gələ bilmirəm. Və ya vasitəsi ola bilərsənmi, tanıyırsan, bəlkə gedək bir ağız açaq, işi həll eləyə, düzəyə qoşaq. Sən də ağız açmaq istəmirsən, kimi sındırmaq istəmirsən, kimsə yanında söz demək istəmirsən.
Yox qardaş, nasıl biraz xəsədi pisləmənlik deyil. Bunu uzaqlaşdırdım. Qədər elə oldu ki, gəldi sənin qapı səhərki düşdü. Qapı döyür, aldı, açdın, buyur, sənə ehtiyacı var. Ürəyində deyir ki, mən də vaxtı ikən qapısına gəlmişdim, mənə üst çevirdi. Arxa çevirdi. Qadi deyir ki, qardaş, incimə, nasıl məndə dalım var, yəni sənə kömək edə bilməyəcəm. Halbuki bacarır. İçində qalıb, bax, əziyyət çəkirdi, bunun yandırıb bunun əməli. Bunun böyük ehtiyacı olub. Nəsə ehtiyacı olub, bu bundan əsirgiyib, verməyib və ya səbəb olmayıb. Əksinə hətta mane olub belə ki, bu əldə eləməsin bu istədiyi bir şey, neməti. İndi bu da intiqam alır. Və bu da onun qapısından uzaqlaşdırır. Və yaxud da ki, ən azı demək ki, qardaş, alınmayacaq, məndə yoxdur, bəs edib. Lakin nəfsinə qalib gəlsə deyək ki, qardaş, problem yoxdur, o nə söhbətdir? Buyur, qardaşım, nə lazımdır, eləyək. Maddi cəhətdən bismillah, adam lazımdır, tapaq, yük qaldırmaq lazım, gedək, qaldıraq və s. və axır. Əsirgəyənə qarşı bu nə edir? Bu əslində ona istədiyini verir. Bu uca əxlaqdır. Yüksək əxlaqi keyfiyyətdir. Bu dünya və axirət əhlinin ən üstün əxlaqıdır. Bunu insan eləsə, vallahi uca bir mərtəbələrə nail olar. İndi misal dedim, bəzi misallar çəkək, bax, sələfin həyatından. Adi. Əbu Bəkir radiyallahu anh. Qızına iftira atdılar münafiqlər. Himayəsində bir kişi var idi, sahabə, Mistahid isə adından çıxıb. Mistahiddə, hə? Himayəsində idi, ona baxırdı maddi cəhətdən. Fitnəyə düşənlərdən biri o sahabə idi. Sahabə idi ya. Düşdü fitnəyə. Nə dedi? Dedi ki, vallahi bundan sonra buna kömək eləməyəcəm. Əlimi qaldıram bu üstündən. Lakin Allah dedi ki, elə eləmə də. Başladı ki, eləmisəniz, axır kimi elə. Leyl sözündə ailə nazirdi haqqında, Bəkirin haqqında. Başladı, təzdən qayıtdı. İndi bunu ağır şeydir. Həm qızına ittiham etmək, iftira atmaq. Həmçinin qızı olmayan bu Peyğəmbər sallallahu aleyhi ve sellem qeyrəti, namusu, irzidir. Ona toxunmaq lap şiddətlidir. Lap şiddətlidir. Bir o insanın qızına iftira atasan, deyək ki, bu böyük günahdan bir günah. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem irzinə toxunmaq, bu küfürdür. İnsan dindən çıxardır. Və bir-iki sahabə bu fitnəyə düşdülər. Düşdülər. Gör, nə ağırdı, amma Əbu Bəkir əfv elədi sahabəni, əfv elədi. Yenə yardım eləməyə başladı. Əsirgəmədi ki, yox. Əlaqəni yenə saxladı. Görürsən, dünya və axirət əhli ən üstün keyfiyyətlərindən biridir. Və ya başqa bir hadisə, Abdullah ibn Amr ibn el-As rəvayət edir hədisi. Bir Peyğəmbər sallallahu aleyhi ve sellem yanındaydıq. İçəri dedi ki, bura bir kişi daxil olacaq. Kim cənnət əhlindən bir kişini görmək istəyirsə, içəri girən adama baxsın. İçəri bir adam girir, məclisə bir dəfə daxil olur. Hamısı baxır bu adama. Sabahsı gün eyni söz dedi. Kim cənnət əhlindən bir kişini görmək istəyirsə, doğrudan xoşlar cənnət əhli. Həmən kişi bir də daxil olur. Həmən adam. Üçüncü gün eyni söz, eyni adam. Abdullah ibn Amr deyir ki, mən ki, bunun qonaq olacağım. Görün bu nə edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu cənnətlə müjdəliyib. Deməli, bu nəsə əzəmətli bir əməl edib ki, bunu cənnətlə müjdələnir. Qardaş, burada nə qədər sahabə hələ biri haqqında, yəni hamısı haqqında deməyib baxır. Ümumi ayələr var, lakin fərdi şəkildə neçə sahabə müjdələnib. Azdır da, yox, çoxdur. 7-dən çoxdur. Azdır sadəcə olaraq. Elə bir əsli 10 nəfərin adı keçirib. Aşırı mübəşşir, hələ qalır o birlərin haşmı. O boyda sahabənin içində azdır da fərdi şəkildə müjdələnənlər. Bu da onlardan biri. Bu nə edib ki? Bunu Peyğəmbər sallallahu aleyhi ve sellem müjdəliyib. Bu mən bilməliyəm. Hərisdir, xeyri hərisdir ki, bu da onu elədiyini eləsin, bu da cənnətə girsin. Yəni, bunu müjdələməsə var. Lakin əməl cənnət əhlinin əməlidir də. Gelib uçqun olur. Deyir ki, mənim dedi, atam da aram soymuşdu. Bunu da qeyd edir orada. Arada incili olmuş. Ata balasını olur da. Bəşərin həyatı belədir. 3 gün misafir olur, onun evində. Baxır ki, qardaş, bu nə? Belə gündüzləri belə oruç tutmur. Məsələn, adi, hamın elədiyi də adi bir əməllər. Deyim ki, nəsə fərqləndirən bir şeydir. Bir şey tapmadım deyir bunda. Sonra dedim ki, ey filan kəs, 3 gündən sonra. Bəs belə də sən daxil oldu, 3 şəvallar arası belə bir söz dedir. Sən nə edirsən ki? Mən səndə bir şey görmədim də. Fikirləşir ki, bəlkə bu gecələri səhərə kimi namazı qılır, onu görməyib. Və ya gündüzlər oruçdur, onu da görməyib. Bəlkə bütün manı Allah üçün xərcləyirsə, belə də yəni normal bir insanın həyat tərzi, bir müsəlmanın, müminin. Qeyri-adi bir şey görməyib də fərqləndirən. Çünki bu fərqləndirən bir şey olmalıdır. Əgər Allah Rəsulü müjdəliyirsə, demək bunda fərqli bir şey var. Sahabələr biri digərinə fərqlənən, Əbu Bəkir radiyallahu anh. Onun haqqı deyirsə, fəziyyətdə
əməllər haqqında hədislər var. Məsələn, Osmanda nə idi? Yüksək əxlaq sahibi idi. Filan sahabədə filan şeydi. Filan kəs, filan sahabə bir gündə bir oruç tutardı. Filan sahabə... Bunda da nəsə var da, fərqli bir şey var. Bizdən fərqləndirən. Nədir o? Deyir, mən sənin yanında qaldım, belə bir şey görmədim də. Amma sənin haqqında Allah Resulü bunu deyib. Sən neyirsən? Deyir, nə görmüsən odur. Nə görmüşəm, heç şey görməmişəm. Çıxır gedir. Gelir qayıt filan kəs. Qayıt. Deyir, mən hər gecə yatanda heç bir müsəlmana qarşı qəlbimdə qış saxlamıram. Kin, küdrət yoxdur. Yəni, hamısı əff eləmişim. Deyir, bu deyir, böyük bir əməldir. Lakin çoxumuzun buna taqəti çatmır. Asan şey deyil. Ona görə deyir ki, atamla küsmüşdüm. Bağışlaya bilməmişdir. Sən də arası söhbət olmuş, incimişdir. Deyir, çox adam deyir, buna taqəti çatmır. Böyük bir əməldir. Yəni, səni salım cənnətə budur, bax bu əməldir. Zarafat deyil, sən heç qaşa qarşı, heç kəsə qarşı qəlbində kün yoxdur da, hamını əff eləmişsən. Zülm edənə qarşı, haqqında danışana qarşı, qeybət verənə qarşı, rahatsan, təbəssümlüsən, heç olmayıb, vecdə deyil. Rahatsan da qarşı, sən rahat yatır, rahat beyin, rahat qəlb. Deyir, hə, deyir, sən deyir, cənnət falan bax bu əməldir. Amma çoxumuzu buna taqəti çatmır, hər adam bunu bacarmır. Doğrudan əzəmətli bir əməldir. Və yaxud dedim, insan bəzən keçə bilməyən də intiqam hissinə yaşayır da, zülm edib, həzm eləməyib. Düzdür? Sonunda gedir, hətta qisas da alır. Hətta qətdə kim gedib çıxır, belə şeydə çox həyatda. İntiqam alıb, adamı öldürüb qət etirib. Belə bir hadisə olmuşdu bizim vaxtımızda. Hələ uşaq olan vaxtlarım idi. Tanımız ətrafda olmuş, tanımız adamlar içində olmuş. Bir də belə bir ki, bacısının ərini bir dənə şillə vurur. Sonra onun da ailəsi dağılır, Yezdəsinə bir dənə şillə vurur. Yezdə bunu illərlə saxlayır yadında. Və bir gün, neçə illər keçəndən sonra gəlir bunun qapısına. Rusiyadan gəlir Bakıya. Qapını deyir, baxı ki, filan kəs deyində yəqin olub da indi keçmişdir. Açıb qapını gəlib də bunu, qapı adam gəlib. Qapını açanda bir dənə güllə buna. Görüm içəridə kim var? Qadına. Bir dənə də qadına. Baxıb o çıxıb gedib. Çıxıb gedib aeroportda tutulur. Demən bu adam tuda bırakmır, rus dilində demişəm. Bilet alıb ki, vurub qayıdır Moskvaya. Aeroportda da tutulur. Ana tez, necə tapdınız məni? Deyir, uşaq kravatın altındaydı. Uşağın da 15-16 yaşı var idi. Yetimə idi. Son anda atası can verir. Ata deyir, filan kəs, bir-birinin əri vurdu. Bunu dedik, keçdi. Deməsə bilməyəcəkdi kimdir uşaq. Uşaq qorxub, bax, gizlənib kravatın altında. Uşaq indi qorxub da. Nə biləcəkdi kimdir? Heç nə bilməyəcəkdi, bu da intiqamını aldı. Deməli, görsən, bu vurdu bunu, cəmaət içində buna bir şillə vurdu. Bu da şəxsiyyət idi, özünə görə bir hörmətli adam idi, yəni bir sözü keçirdi, amma həzm eləmədi də, bağışlamadı. İllərlə intiqam hissi ilə yaşadı, getdi iki dənə cana qəsd elədi, deyir, bilsəydim onu da vuradım, mən onu görmədim, deyir. Deyir, görsəm onu da vuradım, istəmirək şahid bıraxsın özündən sonra. Gör, necə intiqam yaşayır ki, uşağı belə qıymağa hazırdır. Tək izitirsin. Belə misallar o qədər çoxdur ki bizim bu həyatımızda. Gündə işləyirsən də sosial şəbəkələrdən. Dalaşdı, vurdu, öldürdü. Keçə bilmir. Söydü, həzm eləmədi, gəldi, vurdu, öldürdü. Yəni, bax budur. İnsan intiqam hissi yaşayanda, zalıma keçə bilməyəndə, fikirlə yaşayanda sonunda belə olur. Biri getdi qəbrə, o biri də hara getdi zindana. Amma fələsəydi, başlasaydı, unutsaydı, həzm eləsəydi, bəlkə bugün o da yaşayırdı normal bir insan kimi. Bəlkə yeni bir ailəsi olacaq. Bəlkə hidayət olacaq. Allah aləm. Bilmək olmaz. Bəlkə insanlara, cəmiyyətə bir faydalı bir insan idi. Allah bilir. Amma getdi, neçə il keçdi, sürüdü, nə oldu? Allah bilir, xəbərimiz yoxdur. Hər bir halda lazım olan yeri nədir? Var ki, şərh deyirlər buna. Əff eləməmək və bunun əksi olaraq intiqam hissi yaşamaq hara getdi, çıxartdı? Qətlə. Lakin Allah Rəsulunun tövsiyəsinə biz qulaq assaq o tövsiyə. Tə'fu əmmə zələmək, sənə zülm edəni əff eləməyin, rahat qəlbdən yaşayasın, rahat beyinlə. Fikir eləməyəsən. Niyə dedi, niyə söydü? Mən layıqdır, onu göstərəcəm. Evi baxarıq, indi bugün sabahı var. Belə yaşamırsan, unuttun getdi. Təğafül. Yəni görməməzlikdən gəldin. Burada təğafül. Gözəl şeydir. İnsan sanki olmuyor, eybi yox. Sən keş olan olur. Məhələ qoymuş. Onudur. Hər adam bacarır mı, qardaş? Yox. Amma bacarsa, bax, dünya və axirət ən üstün, ən üstün əxlaqına sahib olmuş olur. Ona görə, gözəl qardaşlar, insan gərək bu əxlaqa fikir versin. Əxlaq məsələlər çox önəmlidir. Və bəzən vallahi deyərəmsə, qardaşlar, insan bəzi əməllər var ki, çox
əzəmətli əməllərdir. Səbrə ehtiyacı olan əməldir. Məşəqqətli əməldir və böyük əcri var. Eləyə bilmir, lakin yüksək əxlaq sayəsində o dərəcələrə çatır. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir kişi və ya digər rivayətdə mömin kişi gecəni, gündüzü oruç və yüksək əxlaq, uca əxlaq, gözəl əxlaqı sayəsində gündüzü oruç tutub gecəni namaz qılanların dərəcəsinə çatar. Qardaşım, mütəmadi olaraq oruç tutmaq hər adam bacarırmı, qardaşım? Və yaxud da ki, gecələri namaz qılmaq, bir dənə, yəni hər gecəni namaz qılırsan, ən azı 3 rükət varındır, ən azı. Gecədən payın ən azı nə qədərdir? 3 rükətdə 1 dolar, deyək ki, bunun 3 götürək, vitir, 3 rükət. Hər gecə bunu qılmaq hər adam bacarmır. Hər adam davamiyyətli eləyə bilmir. Vallahi eləyə bilmir, hər adam eləyə bilmir bunu davamiyyətli, qardaş. Aylıq oruclar var, 13, 14, 15, 1, 4, adam var, Davud Əleyhisselam orucun turuna qoş o insan halına. Bax, belə yəni, amma bunu mütəmadi eləyə bilməyən insanlar var. Ramazandan Ramazana kifayətlənir. Ramazandan Ramazana gecə namaz qılır. Adam deyir, mən bacarmıram, taqətim çatmır, yolduram. Lakin yüksək əxlaq sahibdir, qardaşım. Belə insanlar var. Çox yüksək əxlaqı var. Söz deyəndə yəni utanırsan, söz deyə bilmirsən. Ədəbi, əxlaqı, oturuşu, duruşu, sözü. Lakin müəyyən o dediyim o bəzi ibadətlərdən dala qalıb. Lakin əxlaqı sayəsində onları edənlərin dərəcəsinə çatıb. Gör, uca əxlaqın Allah qatında dəyərinə bax ki, o əzəmətli ibadəti edə bilməyənə əxlaqı ilə o dərəcələrə qaldırır. Bəzi adamlar var ki, gecələri namaz qılır. Gündüzü oruç, lakin dili ilə əziyyət verir. Var ya adamlar, o qədər var ki. Qeybət edir. Nəmmamlıq edir, ara vurur, pislik edir. Müsəlmanlara yardım eləmək istəmir, xəsisdir, keyfiyyətsiz bir müsəlman. Lakin gündüzlər oruçlan adamdır. Hətta bəzən hallarda qabaq səhvdə namazda da görərsən. Lakin nə danışığı var, nə duruşu var, nə əxlaqi keyfiyyəti var. Danışanda qışqıra, bağıra, bir adam işdən yarmaz. Amma digər, o ibadətdə deyək ki, o da orada xeyr qapısına nail olur. Lakin bu tərəfdən kasatdır, əxlaq tərəfdən. İndi necə çatma olur? Əxlaq sayəsində. Yüksək əxlaqla insan o dərəcələrə çata bilir. Ona görə əxlaqı düzəltməyə lazımdır və möminlər içərisində ən kamil əxlaq sahibi olanlar kimlərdir? Əxlaqı gözəl olanlardır. Allah Rəsulü buyurur ki, hədisdə sallallahu aleyhi və səlləm Əkməlül müminin imanən əhsənuhum xuluqa. Möminlərin iman cəhətdən ən kamil olanı əxlaqı gözəl olanıdır. Deməli, əxlaqın gözəlliyi imanın, kamil imanın əlamətlərindəndir. Sadiq imanın əlamətlərindəndir. Allaha razı salan əməllərdən biridir. Və hədisdə də gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü gözəl əxlaq kimi heç bir şey tərəzidə ağır gələ bilməz. Gör, necə əzəmətli bir əməldir ki, tərəzidə ən ağır gələn şeylərdən biridir. Gözəl əxlaq. Gözəl əxlaq nədir? İnsanlarla dediyim gözəl davranmaq, faydalı olmaq. Allah Resulü buyurur sallallahu aleyhi və səlləm deyir ki, Allaha ən sevimli olan insanlar ən çox faydalı olanlardır. Bax. Hədsin bu yeni eşidəndə adam istəyir ki, hamıya fayda versin. Çünki Allaha ən sevimli bəndə insanlara ən çox fayda verəndir. Sonra davam edir Allah Resulü sallallahu aleyhi və səlləm və deyir, əməllər içərisində Allaha ən sevimli olan əməllər. Buyurur ki, bir müsəlmanın qəlbinə sevinc bəxş eləməyin, onu sevindirməyin, fərəhləndirməyin, onun sıxıntısını aradan qaldırmağın, onun borcunu bağlamağın, onun aclığını götürməyin, acıb yedizdirirsən, kasıb da acdır və yaxud deyək ki, kasıb deyil, acdır, bismillah, gəl qonaq edin. Yedizdirilməyin və sonra deyir ki, bir müsəlman qardaşımın ehtiyacını ödəmək üçün onunla yanaşı getməyim, bir yol getməyim, deyir, mənim üçün məsciddə bir ay etiqaf etməkdən sevimlidir. Görürsən, bir ay etiqaf eləmək asan şeydir. 10 gün etiqaf edirik, bir ay xəstələnirik. Bir ay nə çətindir, əziyyətdir, məşəqqətdir və s. və ilahi. Bir ay etiqaf edirsən, çətin ibadətdir, qardaş etiqaf eləmək. Eyni yerdə olursan həmişə, baxmadan indi adam yorulur,
Etikaf da quruca qalmaq deyil. Orada zikirlər edirsən, çoxlu Quran oxuyursan, düzdür, namazlar var. Evində kim rahat istəyirən döşəyə deyilsən də, bərk yerdə yatırsan və s. İstədiyin vaxt yeyib içmə bilmirsən, təmizlənə bilmirsən. Yəni çətin ibadətdir. Bir ay etikaf etməkdə mənə sevimlidir. Niyə? Çünki bir müsəlmana qarşı sən mərhəmətlisən, sənin faydan dərsən, onun ehtiyacını ödəmək üçün onunla yol gedirsən. Gedə nə var, gedə eləyək qardaş, ehtiyacı var mənə, getdi bismillah, görə nə edirik? Hətta etikafdan belə çıxırsan. İbn Abbas çıxır etikafdan. Hara gedirsən? Etikafdasan axı. Bu hədis oxuyur. Bir müsəlmanın ehtiyacı ödəmək, onunla yanaşı getməyim, bir ay etikaf etməkdən sevimlidir. Allah Rəsulü belə buyurur. Sonra heç kim ona şey deyə bilməz. Etikaf kimi əzəmətli ibadət niyyət dayandırırsan, qardaşım mənə ehtiyacı var. Köməyə ehtiyacı var. Sıxıntısı var. Bismillah gedək qardaş, görə nə edirik? Görsən necə sevimli bir əməl, Allaha çox sevimli əməl. Çünki ibadət, müminin Allah qatında böyük bir dəyəri var. Müminin Allah qatı dəyəri böyükdür. Onun kimi ki, Allahın bax, mümin bəndələrinə qarşı xeyirxah, mərhəmətli olursa, faydalı olursa, Allaha sevimli bir bəndədir. Çünki Allahın mümin bəndələrinə qarşı beləsən. Hələ ki, o qala başqa insanlara da. Möminlərə xüsusən. Çünki Allahın mümin bəndəsidir, iman gətirmiş bəndəsidir. Allahla dostluqdan pay var. Allahın dostlarına yardım etmək Allah qatında vallahi ən böyük əməllərdən biridir. Allaha çox sevimli bir əməllərdən biridir. Uca əxlaqdandır. Yüksək əxlaqi keyfiyyətlərdəndir Allahın bəndələrinə qarşı. Onun üçün insan gərək əxlaqını gözəlləşdirsin, əməllərində, danışığında, hərçə gəlir ki, əl-kəlimətut tayyibə sadaqa. Gözəl kəlmə söyləmək sədəqədir. Bax, sədəqədir. Çünki sədəqə də, sənə deyim ki, elə-belə iş deyil ha. Hər adam cibindən 5 manat sədəqə eləmək istəmir. Xərcləmək ağırdır insanlara. Niyə? Çünki çətin qazanırsan, çətinliklə, məşəqqətlə hər adam da xərcləyə bilmir. Mən sənə deyərdim ki, xərcləmək qazanmaqdan çətindir. Hər adam xərcləyə bilmir, qardaş Allah yolunda. Hər adam səxavətli ola bilmir, hər adam keçə bilmir malından. Deyir, gözəl kəlmə sədəqədir. Yəni, gözəl sədəqə vermək kimi bir əmələ bərabərdir. Yəni, sədəqə vermək üçün pul qazanmaq lazımdır, məşəqqətdir. Lakin gözəl kəlmə söyləmək səndən nə qədər məşəqqət aparacaq, nə qədər çətinliyə düşərsən ki, bir dənə qəşəng söz deyəsən. Və ya hədisi gəlir ki, müsəlmanın qardaşının üzünə gülməyin nədir? Sədəqədir. Yəni, mən sənin üzünə gül təbəssüm edim, aleykumussalam, necəsən, Zeyd, nə var, nə yox? Yəni, bu məndən nə qədər enerji apardı ki, hə, qardaş? Aleykumussalam. Nə qədər məndən belə deyək də, məşəqqət tələb elədi, əziyyət tələb elədi, nə qədər də, heç də. Qardaş, necəsən, nə var, nə yox, təbəssümlə, bu nə qədər məndən aparacaq, qardaşım? Nə əziyyət çəkdim ki? Daşlaşırdım, nə inədim, qardaş, güllərlə çalışdım, nə inədim? Gözəl kəlmə söyləsən, sədəqəyə bərabərdir. Amma sədəqə vermək hər oğul verə bilmir sədəqəni. Hər adam çıxarda bilmir. Zəkat verməyən müsəlmanlar var. Ağır gəlir. Birdən belə pulundan 40'da birini vermək. Çox qazansa, lap çox verir. Əslində pulunun yanında azdır ya, amma çox çıxır. Nəsə pulu da çoxduğuna görə. Bax, gözəl kəlmə söyləmək sədəqədir və gözəl əxlaqdandır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem gör nə deyib? Deyib ki, cənnətdə bir otaqlar var ki, onun deyir, çölündən içi görsənir, içindən çölü görsənir. O qədər şəffafdır ki, otaqlar, o qədər şəffafdır. Yəni, belə deyək də, şüşədəndir, almazdandır, yaqutdandır, incinədəndir, o qədər şəffafdır da. Çöldən içi görsə, içindən çölü görsənir. Deyirlər ki, Allah Rəsulü, bu otaqlar kimlər üçündür? Yəni, saf etqə bilərsən. Deyir, bu kimlər üçündür bu otaq? Deyir, bu otaqlar kimlər üçündür? Deyir ki, kim gözəl kəlmə söyləyərsə, yemək yedizdirərsə, davamiyyətli şəkildə oruç tutarsa və insanlar gecə yatarkən namaz qılanlar üçündür. Bir rivayət gəlir ki, salamı yayanlar üçündür. Əlavə bu da var. Salamı yaymaq gözəl əxlaqdandır. Bəzən küçdüyün adama salam verirsən ki, incili yaradan qalsın. Niyə deyir? Deyir, əfşus sələmə beynəkum. Həcə gəlir, aran salam yayın. Nəyə görə? Mehribansız yaradır ona görə. Mehribansız yaradır. Ola bilər kimsə küçdüyün inci yolu görmüsən. Yəni, sənə salam edir. Əssalamu aleykum, necəsən? Bir təbəssümlə. Nə ararsan? Deyəsən ki, dünən haqqıma girdi. Aleykum salam deyib, belə getməyəsən ki. İnsan istəyir yumuşalır da, bu sənə güləri salam verdi, təbəssüm elədi, əlini uzatdı, sən də uzatdın. Bir də qucaq alasa başı əriyəsən. Düzdür, qardaş. Unudasan ki, dünən nə oldu, ki, sən keçdi də. Futbolda padnoşka verdi, mənə yıxıldım. Problemdə futbolda daşırlar, küsürlər, incirlər. Və ya nə bilim,
Nəsə alver getdi, səhv oldu, nəsə söz dedi, incidi və s. Bir dənə güldü. Qucaqlayanda vəfşiyə. Bir dənə dalından öpsə təmiz əridir. Mehribançılıq yarandı qardaş. Görürsən, bu otaqlar kimlər üçündür? Gözəl kəlmə söyləyənlər üçündür. Salamı yayanlar üçündür. O qədər gözəl otaqlardır ki, Allah bizi o otaq sahiblərindən eləsin. Onun üçün də bu müəyyən əməllər var ki, onlara nail verirsən. O cür evlər kimlərə aiddir? Həyatda keçən xüsusi insanlar üçündür. Gözəl kəlmə söyləyən, kobud deyil, incitmir, əziyyət vermir dili ilə, kobud, yəni təhqir eləmir, söymür və s. və ilaxır. Gözəl kəlmələr şey, qoy müsəlmanın qəlbinə sevinç bəxş edən bu kəlmələr, o bayaqki hədisdə keçən kimi Allahın sevən o əməllərdən sevindirir, fərəhləndirir. Ola bilər bir dilxordur, qəm qüssə içindədir, kədərli nəsə olub indi Allah alim. Gəldin 2 dənə gözəl söz dedin, qəşəng bir söz dedin, yanında bir ayə, bir hədis dedin, bir təsəlli verdin, təbəssüm edin, güldü, xoşuna gəldi, fərəhləndi, Allahu akbar. Bəlkə də düşdün o ayətə daxil oldun, o otaq sahiblərinin oldun. Allah aləm, tək onlardan olaq. Onun üçün nə lazımdır gözəl qardaşlarım? Gözəl əxlaq. Əxlaqı gözəlləşdirmək. Davranışın, oturuşun, duruşun, insanlarla, müsəlmanlarla gözəl olmalıdır. Yüksək əxlaq sahibi olmaq lazımdır ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə olub. Sahabələrini belə örgədi. Bax, belə tövsiyələr verib ki, əxlaqları gözəl olsun. Onların da və onları dinləyən, onları örgənənlərin də. Biz müsəlmata qiyamətə qədər. Bundan hamısı niyə yazılıb? İnsanlar oxuyub əməl eləsinlər deyə. Əməl etmək üçün. Və biləsən, o hədis oxuduğu insanlar arasında ən kamil iman sahibi olanlar kimlərdir? Gözəli əxlaq olan. Vallahi bəzən insanın o müəyyən hörmətə çatmaq üçün, yəni onun adlı sanlı olmağı ehtiyac yoxdur ona. Və yaxud da ki, varlı, və yaxud da ki, vəzifə sahibi olması. Bəzən elə insanlardan adamlar qorxanda hörmət edirlər. Düzdür? İndi deyək ki, biri roşaqdır, fatişahdır, vəzirdir, nazirdir, kimdir? Biznesmendir, filan kəsdir, nədir? Bəzən insanlar niyə çox hörmət edirlər? Ehtiyat edir, qorxusundan. Olur da belə şeylər. Amma ola bilər ki, adam sıradan biri kəsdir. Sıradan biri müsəlmandır, adi bir insandır. Bəlkə yolda keçək ki, sonra bir məhəl qoymaz ki, buradan filan keçək. Sələməzsən ki, belə bir adam keçir yanından. Olur da 5 minut söhbət edir, gəlir bir salam və getdi, fikir verən olmadı. Bir demək, aleykümüssəlam. Olur da fikirli olursan. Bəlkə də Allahın ən hörmətli quludur. Qapıya gəlsə, bəlkə qız verməzsə, qoşmaq səni tanımıram. Amma elə bir əməllər var ki, Allah qatını çox sevinir Allaha. Nə ilə nail olur o hörmətə? İnsanlar arasında elə adamlar var, qardaş, heç nə eləməyib. Yəni, belə bir vəzifə sahibi deyil. Adlı sanlı nəsildən deyil. İmkanlı deyil, varlı deyil, nazir deyil. Amma hamı hörmət edir. Görməyəndə darıxırsan, sıradan bir müsəlmandır. Görəni qucaqlayıb bağrına basırsan, söhbətindən həzz alırsan, yanında oturmaq istəyirsən, onunla görüşmək istəyirsən, amma sıradan bir müsəlmandır ya. Əxlaqına görə. Gözəl davranışına görə. Loğman, hikmətli Loğman bax onlardan biri idi. Adlı sanlı nəsildən deyildi. Varlı birisi deyildi. Şahlardan, padşahlardan deyildi, lakin insanlar onu çox sevirdilər. Sıradan sadə bir insan idi. Onun haqqında Quranda surə var, bilirsən də. Gör, Allah onu necə ucaldıb, qiyamətə qədər hikmətli Loğmandan oxuyacaqsan. Övladına verdiyi tövsiyədə oxuyadın, təhsillərini ki, gör necə övladına tövsiyələr edir. Adam ki, onu əzbərləsə, həmiş öz övladlarına desin. Onun, bax, belə olmağına səbəb onun gözəl əxlaqı olub və hikmətli danışıqları olub. Məncə tərcümə olunub o hissəsi Quranda. Eşər Şəkərov o yerə satıb, bilməyəm, onun üçün 5 cil tərcümə olunub da. Olubsa, aç bir dənə oxu onun haqqında, Loğman surəsində onun həyatı haqqında o da gətirir təfsirində. Deməli, bunu bir nəfər görür, öz yaşadığı dövrdən, bunu gətirirlər təfsirdə. Görür ki, millət yığışıb bunun ətrafına. Hamısı buna qulaq asır. Millət. Yaxınlaşır, görür ki, Loğmandır. Deyirsən, filan qəbilənin nökəri Loğman deyilsən, deyir, hə. Filan qəbilənin çobanı Loğman deyilsən, deyir, hə. Sən qara dərili Loğman deyilsən, deyir, hə, mənə uyum, nə olub ki? Sənin təcrübəndə nədir? Bu çoban olub, bu nökər olub, bu qara dəri zəncirdir, o vaxtda zənci söhbəti var imiş. Bu zənci, bu belə hörmət sahibi, millət yığışıb bunun ətrafına. Deyir, sən abala, hə, oyam da mənəm, Loğmanım. Nə olub, sən nədir təcrübələndirən məndə? Deyir, insanların ətrafa toplaşması, qapıva yığışması, xalçava ayaq basması, hamı gəlib evədə sənin ətrafa, söhbətlərindən ləzzət alması. Deyir, mənim təcrübələndirəm, mən səni tanıyıram, nə kimi olmuşsan? Yəni, bir nökər olub, çoban olub, gəlib belə bir hörmətə, bunun ətrafına o qədər adam yoxdur.
Deyir, qardaş oğlum, mən deyənlər eləsən, sən də belə olarsan. Və sadalayır salih əməllərini. Sözdə sadiq olması, iffətli olması, halal tikə yeməsi, namuslu qeyrətli olması, qonaqpərvər olması, qonşun qadınına baxmaması, haram yeməməsi, əmin insan olması, heç vaxt əmanətə xəyanət eləməz. Verdiyin günə götürəcəksən. Özümə deyir, aid olmayan şeyləri danışmazdım, soruşmazdım, müdaxilə eləməzdim. Mənə aid deyilsə, sənin haqqında niyə soruşum? Sənin işivi, gücüvü, qazancıvı, nə bilim, kimlərlə, mənə nəyim lazım? Və ya başqası oturub müzakirə qırış, bizim nəyimizə lazım, kimlərə nəyimizə lazım, bizə aid deyil, qardaş. Yəni, İslamın gözəlinə biri nədir, qardaşım? Özünə aid olmayan şey tərk eləməsi. Yəni, mənə aid olmayan şeylə tərkibə səbəb olsa, əməllər sadalayır. Deyir, ey qardaş, sən də bax, belə eləsən, belə olarsan. Yəni, hörmətli olarsan. Hamısı yüksək əxlaq keyfiyyətlərdir. Elədir, yoxsa yox. Əmin olması, əmin insan olması əxlaqdan deyil. Özünə aid olmayan şeyi soruşmaması. Mən sənin şəxsi və aydın şeylər səndən soruşmağım əxlaqdan deyil. Soruşmaması sən də rahatsan. Yəni, bu rahat insandır. Məndən çox şey soruşmayacaq. Düzdür? Sadiq, danışana sadiq, yalancı deyil. Boş-boş danışmır, çox danışmır, afirist deyil. Belə adamla kim oturub durmaz, ay qardaş? Rahatsan da. Əminsən, qonşundur, bilirsən ki, sənin qapıya baxmayacaq. Pəncərə baxmayacaq, məhrəmlərə baxmayacaq. Kim belə insanla qonşu olmaq istəməz, ay qardaş? Qeyrətlidir, namusludur, iffətlidir, halal yeyir, halal qazanır. Süfrəsinə haram tikə yoxdur, qonaqpərvərdir, qapısına gələn hər kəsi qonaqpərvərdir. Kim belə insanla qonşu olmaq, dost olmaq istəməz ki? İşte əxlaq keyfiyyətlərdir. Bax, deyir, bunların sayəsini, bax, gəlib mən, bax, belə bir loğman olmuşam. Görsən, hikmətli sözlər danışır. Danışanda mənalı danışır. Və qiyamətə qədər də loğmandan oxuyacaqsan. Halbuki səhih də odur ki, Peyğəmbər olmayıb, salih bir bəndə olub. Lakin gör, Allah katında necə dəyərli bir insan olub ki, sən qiyamətə qədər onun haqqında oxuyacaqsan Quranda. Onun kimi çox belə bəndələr olub, söz yox. İndi Allah Teala loğmanı seçib bizim üçün bir nümunə olaraq. Onun kimi belə bəndələr çoxdur, Allahın belə bəndələri, belə dostları, övliyaları çoxdur. İndi loğmanın adı düşüb də Quran. Gör, necə fəzilətli, subhanallah. Onda loğma orada başqa bir salih bəndə ola bilərdi. Məsələn, deyirsən ki, misal üçün İmran haqqında, məsələn deyək də. Və yaxud da ki, nə bilim, Abdullah haqqında, Abdullah surəsi. İndi belə bir bəndə olub, Abdullah haqqında belə olub, belə olub. İndi bura loğman düşüb də. Loğman düşüb, qardaş. Bir Allah onu bizə nümunə göstərib. Belə bir hikmətli insan olub, belə bir əxlaq sahibi olub, gözəl ata olub, gözəl tərbiyəçi olub, bizə ibrətli nümunədir, qiyamətə qədər oxuyacağıq haqqında. Hər dəfə atanın övlada nəsiyyət yada düşəndə loğman yada düşür. Belə-belə nəsiyyətlər eləyərdi, gözəl nəsiyyətlər eləyərdi. Gözəl qardaşım, nəyin sayəsində olamsın? Əxlaq. Ona görə deyəm ki, vallahi, indiki dövrdə tövhid sünnətlə danışmaqla yanaşı ən çox danışılmağa ehtiyacı olan mövzu əxlaqdır. Çünki insanların əxlaqı çox pozulur. Xüsusən sosial şəbəkələr pozub insanları. Bugün cavanları bildik cavandır. Yaşlılar hoqqa verir TikTokda, Facebookda, Instagramda. Qardaş, yaşlı adam nə olmalıdır? Ağsaqqal, ağbirçəkdən ibrət almaq lazımdır. Bunlar nədir? Bunlar aləmlərə pis ibrətdir. Yəni biz ağsaqqal, ağbirçəkləri görmüşük də, qardaş, 20 il bundan qabaq. Bizi qoy qərar, bizim dədə babalarımız, atalarımız danışırlar da, ağsaqqallardan, ağbirçəkdən danışırlar. İndikilər biabırçıdır. Təbii ki, hamısına şamil olunmur. Lakin gör nə günə qalıb ki, cəmiyyət. Yəni bugün bunun ağsaqqalı, ağbirçəyi yəni şiddi edir TikTokda. Efirlərdə ağzına gələn danışır. Küçədə ağzına gələn danışır. Deyirsən, kəşf danışmaq susardı. Gül kimi hörməti var idi, hamı baxıb ağsaqqal, ağsaqqal deyirdi. Ağzını açdı, deyirlər ki, bu nə ağsaqqal, bu belə ağsaqqal olar. Danışması ondan yaxşıdır. Və qadın ağbirçəkdir. Görürsən, nə hoqqalardır, nə danışırlar, nə hərəkətlər, subhanallah. Deyirsən, valla 50 il bundan qabaq, 100 il bundan belə adamlar yox idi ortada. Sosial şəbəkələr belə inkişaf edəndən, yəni, lazımsız insanlar çox məşhurlaşırlar. Bəlkə nansa bu sosial şəbəkə olmasaydı, heç kim onu tanımırdı. Özündə bir, öz əxlaqın evində qalıb, belə də yaşayıb, belə də gedəcəkdir. 5-10 nəfər tanıyar. İndi biri bir əxlaqsızı milyon adam tanıyır. İzləyir də, həzz alır, hətta yolda gödə şəkil də çəkdirir. Amma deyək ki, bir 20 bundan qabaq olsaydı, qapsasan da olmayacaqdı. Küçədən keçib salam verməzdilər. Amma indi vəziyyət başqa cür dəyişib, hal dəyişib. Hörmətə layiq olan insanlar bugün hörmətdən uzaq. O, nə bilim, hamıya kimə gəldi? Bəy deyirlər, müəllim deyirlər. O, hər adam bəy deməzdir ki.
Vallahi hər adama müəllim deməzdilər. Hər adama xanım deməzdilər. Hər qadına xanım mı deyirlər ay qardaşım? Yəni gör vəziyyət o qədər dəyişib. Səbəb əxlaqın pozulması. Fitrətləri pozulub. Və buna görə deyirəm gözəl qardaşlar, ən çox vallahi deyirəm danışılmağa ehtiyac olan mövzuların biri əxlaqdır. Dəfələrlə hara gedibsəm qardaşlar deyib əxlaqdan danış. Əxlaqdan danış. Nəinki cahillər bizim elə yəni ümumi ibadət əhli içində də əxlaq keyfiyyətlər azalıb. Hər şeyə görə dalışan, küsən, intiqam alan, sözləşən, söyüşən, nə bilim, biraz nə bilim, xəyanət edən və s. və s. Elə götürək də, pis əxlaqın, məzəmmət olunan əxlaqın, bu sualı belə qoyun. Pis şeylər gəldi, pis keyfiyyətlər də. Bunların əsli kökü nədədir? Hamısı təkəbbürlükdən doğan şeydir. Hamısı alçaqlıqdan doğan, rəzalətdən gələn şeylərdir. Mənbəyi budur, bax, pis əxlaqın. İblis təkəbbürlük göstərdi qardaşım. Əbə və stəkbərə və kənə minəl kəfirin. İnkar etdi, üz çevirdi, təkəbbürlük göstərdi və kafirlərdən oldu. Yer üzərində baş verən bütün əxlaqsızlığın mənbəyi kimdir? İblis. Bir dənə təkəbbürlüklə yer üzərində insanlar bir-birlə həddini aşırlar, bir-birlə təhqir edirlər, söyüş, xəyanət, alçaqlıq, ikiyüzlülük, yaltaqlıq, zinakarlıq, tərbiyəsizlik, hegemonluq, biraz pulu vəsvəsi var, cəmaatı alçaldır, kasbın qəlbini sındırır, hə? Yekəbaşlıq, özündən razı olmaq, vəzifə sahibi olmağı sevmək, başda oturmağı sevmək, bu hamısı kimin xislətindəndir? İblisin. Bu hamısının kökü gəldi hardan? Təkəbbürlükdən, alçaqlıqdan, rəzalətdən doğan şeylərdir. Görürsən, onun üçün təkəbbürlük heç vaxt xeyir gətirməyib. Bunun əksi, gözəl əxlaqın əsli kökü nədir? Təvazökarlıq. İnsan təvazökar olarsa, ondan bütün xeyirləri gözləməyə dəyər. Təvazökardır. İnsanlar arasında alçaq könüllüdür. Başlıq eləməz, təkəbbürlük eləməz, mülayim olar, şəfqətli olar. Təvazökar insandır bu adam, qardaş. Sakit, mülayimdir. Amma təkəbbürlü insan hər şey deyər, hər şey. Onun görə gözəl qardaşlar, əxlaq mühüm məsələdir. Və daima bunu demək lazımdır. Bunu öz aramıza təkrarlayaq, xatırladaq, nəsihət eləyək. Çünki hər birimizin buna ehtiyacı var. Çünki unuduruq. Məşğuliyyətlər çoxdur. Düzdürmü qardaşım? İş, güc, ailə, mübah işlər, indi haramları qoyduq qırağa. Elə günahlar özləri də insanı uzaqlaşdırılaq, belə də deyək. Məşğuliyyətlər fərqlidir də. Var mübahlar, insan mübah şeylə məşğuldur. Var haramlar. Haramlarla məşğul olanlar da var. Yəni, günahlar eləmək, asiklər, haram və s. İnsana çox şey unutturur. Düzdürmü qardaşım? Ona görə xatırlatmaq həmişə fayda verir. Bir gün Əbu Bəkir Hanzala ilə yolda qarşılaşırlar. Hanzala deyir ki, Əbu Bəkir deyir ki, necəsən, nə var, keyf haluka ya Hanzala? Salamlaşır, soruşur ki, necəsən, nə var, nə yox? Keyfin halın? Bu da yaxşı söz. Alimə deyirlər ki, bu da sünnədəndir. Salamlaşanda soruşur, necəsən, nə var, nə yox? Keyf haluka. Salam aleyküm. Filankəs görməmişdim, getdi. Abi deyən də biz salam ver, keyf hal soruş, necəsən, nə var, nə yox, evdə işiyle sonra keçmətləbədə. Ona görə salamlaşanda keyf hal soruşmaq yaxşı adətdir. Salihlərin adətindən olur. Deyir, keyf hal ya Hanzala. Ey Hanzala deyir, nə var, nə yox, keyfin halın. Keyfin halını soruşur, vəziyyətini. Deyir ki, Hanzala münafiq olur. Deyir, subhanallah, ey Hanzala, sən nə danışırsan? Deyir, bəli. Biz Peyğəmbər sallallahu aleyhi və səlləm yanında oturanda, o bizə cənnətdən, cəhənnəmdən danışanda, deyir, sanki onu görmüş kimi, yəni cənnət, cəhənnəmi. Elə danışır ki, sanki onu görmüş kimi. Lakin yanından ayrılıb, ailəmizə və işimizə, gücümüzə başımız qarışanda, eşitdiklərimizin çoxsunu unuduruq. Demək də az bir şeydir, çoxsunu unuduruq. Əbu Bəkir deyir ki, ey Hanzala, elə hamımızda belədir. Gəl gedək onun yanına. Gəlirlər Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Deyir ki, ha, nə olub? Hanzala deyir ki, ey Allahın Rəsulü, Hanzala münafiq oldu. Yəni özün deyir də. Deyir, niyə ey Hanzala? Deyir ki, yanında oturanda
sənin məclisində oturanda, sən bizə cənnət, cəhənnəmi xatırladanda, sanki onu görmüş kimiyik. Lakin sənin yanından ayrılıb, başımız işlərimizə, dünyavi işlərə, ailəmizə qarışanda, eşitdiklərimizin çoxsunu unuduruq. Ey Hanzala, nəfsim əlində olan Allaha and olsun ki, əgər siz buradan ayrılanda, burada olduğunuz kimi olsanız, yəni o imanın yüksək dərəcəsində, deyir, mələklər yolda, evinizdə sizlə deyir, görüşərdilər, salamlaşardılar. Həmişə belə qalsanız, yəni nə də sizə hörmət olaraq, kəramət olaraq, belə bir mömin iman həmişə artır sizdə. Beləsiz, mənim yanında olduğunuz kimi, ayrılanda da beləsiz. Mələklər də yolunuzun başında, evinizdə belə sizlə salamlaşardılar, görüşərdilər. Lakin ey Hanzala, bir saat belə, bir saat belə. 3 dəfədir. Yəni, bir saat belə olur, bir saat belə olur. İnsan bir saat zikir, ibadətdə və digər saatlarında məşğuliyyət. Yəni, deməsi ki, yəni, həyat belədir də. Yəni, işləməlisən də, həmçinin bunun yanında ibadət də zikirdə olmalıdır ki, iman həmişə, yəni belə deyək, sabit qalsın. Amma təkcə həmişə insan məşğuliyyətlərlə iman artmayacaq. Eşitlikdən çoxsun olacaq. Zəifləyəcək. Lakin deyir, bir saat belə, bir saat belə, bir saat belə, bir saat. Yəni ki, həm ibadət, həm itaət, həm zikir, həmçində kəndi digər mübah işlərin məşğuliyyətləri. Bəli, belə də olur. İş olanda insan biraz zəifləyir. Lakin sonra zikrə, ibadətə qaydanda iman artır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizin deyir, daxilinizdə olan iman əyninizdəki paltar kimidir, köhnəlir. Fəsəlullaha ən yücəddidə imanəkum fi qulubikum. Əl-imanə fi qulubikum. Allahdan qəlbinizdə olan imanı yeniləməyini istəyin. Deməli, insan həmişə imanı yeniləməlidir. Həmişə eyni qala bilməzsən, qardaş. Eyni məlumatlarla həmişə artırmaq lazımdır. Artırmaq. Məşğuliyyət çoxdur. Gördün, dala qalırsan, özü düzəltməyə çalışır. Hamımızda belədir, qardaşlar. Heç kəs həmişə aktiv ola bilmir. Lakin xoşbəxt o insandır ki, o zəiflik hiss eləyəndə onu düzəltməyə çalışır. Onu bərpa eləməyə çalışır. Görür ki, zəifləyir, çatışmır, köksü daralıb, qəlbi sıxılır. Bilsin ki, günahlardandır. Demək, istiğfar eləmək lazımdır. Demək, tövbə etmək lazımdır. Deməli, imanı artırmaq lazımdır. Deməli, itaətləri artırmaq. Yəqin bugün məclisə getməmişəm, 5 gündür məclisə getmirəm. Aha, səbəb budur. Bir dərsəsi qulaq asmıram, bir falan kəs gəldi, gedib iştirak eləmirəm. Aha, səbəblərdən biridir. Qəlbim sıxılır, köksüm daralıb. Geniş dünya mənə dar gəlir. Özünü daima niyə eləməlidir? Hesaba çəkməlidir, özünü yoxlamalıdır. Nə itirmişəm? Məndə niyə belədir? Niyə sıxılıram? Niyə rahatca tapmıram? Niyə günahım verir? Niyə tənbəllik gəlib? Sünnəni qılmaq istəmirəm, filan şey eləmək istəmirəm, nə bilim, bir yaxşı eləmək istəmirəm, gecə namazına baxmaq istəmirəm, namazı qılaram da hələ vaxtı var. Niyə? Səbəb nədir? Belə olanda insan yenə eləməlidir? Özünü düzəltməyə, islah eləməyə çalışmalı və Allaha sığınmalı, Allaha dua eləməli. Ya Rabbi, mənim imanımı yenilə. Mənə güc, qüvvət ver, özümü toparlayım. Mütləq, dua mütləqdir. Allah Teala bizim imanımızı yeniləsin. Allah Teala bizlərə daima xeyir içərisində eləsin, xeyir əhlindən eləsin, xeyirxah insanlardan, yaxşılığı əmr edib, pis əməllərdən çəkindirənlərdən, eşitdiyinə tabi olanlar, yaxşısına tabi olanlardan, əməl edəmə, dəvət edənlərdən eləsin, qardaşlar. Allah Teala məclislərimizə xeyirli, bərəkətli eləsin, həmişə bizi belə xeyirli məsləhət cəm eləsin və sonunda da Firdavslar, Peyğəmbərlər, sıddıqlar, şəhidlər, salihlərlə bərabər eləsin. Onlar necə gözəl dostlardır. Allah Teala sizdən razı olsun. Gəldiniz, dəvət elədiniz. Biz də gəldik, icabət elədik. Yaxşı olar inşallah. Odur ki, biraz üzərimizdə işləyə çalışaq. Tənbəllik gələndə özümüzə çəki düzən verək. Üzərimizə çalışaq, məşğul olaq. Özümüzlə də məşğul olaq. Çünki nəfsin də sənin üzərində haqqı var. Hər kəsin bütün haqq sahiblərinin haqqını vermək lazımdır. Nəfsimizin də bizim üzərimizdə haqqı var. Təkdə yemək içməkdən ibarət deyil, həmçinin onun da müəyyən bir qidası var ki, sən onu başqa cür əldə edə bilməzsən. Ye içmək onun yerini dolduran deyil. Dolduran deyil. Onun qidası elmdir, hidayətdir, nurdur. Bunu da yeyib içməklə əldə eləmək olmur. Yemək içmək cəsədi qüvvətləndirirsə, insanın nəfsini, qəlbini, ruhunu qüvvətləndirir nədir gözəl qardaşlar? İman, hidayət nuru, elm, Quran, sünnə. Bu şeylər insanın qəlbini nurlandırır, insanın qəlbini
işıqlandırır, daima sabit eləyir. Allah bizi bax belə qəlbi nurlu insanlardan, sabit insanlardan eləsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illə əntə əstəğfiruka və etûbü ileyk.